Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala eşrefil enbiya vel murselin. Ebil Kasimi Muhammedinil Mustafa ve alihi tahirin. Salavat zikriyin. Allahümme salli ala. Mübarək cümə günüdür, duaların qəbul müstəcab olan günüdür. Xeyr əməllərin 2 qat hesablanan günüdür. Bu günlərdə olan xeyr əməllərin, ibadətin, itaətin, namazların, duaların qəbul olması üçün Peyğəmbərimizə salavat göndərək. Allahümme salli ala Muhammed. İmam Cəfər Sadiq əleyhissalam Əhl-i Beytin müsəlmanlar arasında adıyla, əməli ilə və Peyğəmbər sünnəsini yaymağı ilə, Quran təfsiri ilə geniş kütlə tərəfindən tanınan bir imamdır. Deməli, Əhl-i Beytin haqqında Peyğəmbərimizdən elə hədislər var ki, o hədislər məzmununa fikir verəndə həqiqətən də Əhl-i Beytə qiyməti Allah və Rəsulu verə bilib. Allah və Rəsulundan başqa kimlər Əhl-i Beytin haqqında nəsə danışsa da, o danışıqlar tam Əhl-i Beytin haqqını ödəmir. Misal olaraq, Peyğəmbərimizdən gələn həm Əhl-i Şiyə kitablarında, həm Əhl-i Sünnə kitablarında etibarlı sənədlə hədis var. Peyğəmbərimiz buyurur ki, Məsəlu Əhl-i Beyti, mənim Əhl-i Beytimin misalı sizin aranızda Nuhun gəmisinə bənzəyir. Yəni, Peyğəmbər öz Əhl-i Beytini bənzədir Nuhun gəmisinə, Nuh əleyhissalamın gəmisinə. İndi bu hədisi yaxşı başa düşmək üçün biz bir kəlmənin üstündə azacıq dayanmalıyıq və fikirləşməliyik ki, Nuh əleyhissalamın gəmisinin rolu nə olub? Yəni, bu gəmi nə işlə məşğul olub ki, Peyğəmbər Əhl-i Beytin bənzədir o gəmiyə. Buyurur ki, mənim Əhl-i Beytim Nuhun gəmisinə bənzəyir. Nuh əleyhissalamın gəmisinin halına və onun nə üçün yaradıldığına baxanda görürük ki, bu gəmi xilas üçündür. Çünki Nuh əleyhissalam öz ailəsinə və qövmünə müraciət elədi. Buyurdu ki, kim mənlə bu gəmiyə minsə, xilas olacaq və Allahın əzabından qurtulacaq. Qurtuluş yeri bu gəminin içidir. Bu gəminin özü sizin üçün nədir? Allahın əzabından qurtuluş bir yeridir. Peyğəmbərin, bax, diqqət eləyin, bəziləri indi hal-hazırda belə bir təbliğat aparır, özünü də çaşdırır və milləti də çaşdırır ki, Peyğəmbər kimlə oturub durubsa, Peyğəmbər kimə bir kəlmə öyrədibsə, Peyğəmbər kimə nəsə nəsihət eləyibsə, adam cənnətlidir. Niyə? Çünki Peyğəmbəri görüb, Peyğəmbərdən nəsə eşidib, Peyğəmbər ona nəsə öyrədib. Peyğəmbərlə ünsiyyətdə olmaq şəxsi salır hara? Cənnətə. Biz mövzunu biraz qaytarırıq əvvələ ki, Nuh Peyğəmbər həyat yoldaşı ilə və oğlu ilə hər gün bir yerdə idi. Həmən o halal, haram, nəsihətlər ki, öz qövmünə eləyirdi, ey mənim qövmüm, Allaha şərik qoşmayın, belə eləməyin, bu halaldır, bu haramdır. Öz evinin içinə də deyirdi ona, arvadına da, oğluna da. Amma nə arvadı iman gətirdi Peyğəmbərə, nə də oğlu. Nə arvad iman gətirdi, nə də oğlu. Yəni, bundan biz nə başa düşürük? Peyğəmbər arvadı olmaq, Peyğəmbər oğlu olmaq, Peyğəmbər qızı olmaq, bu ünvanlar insanı xilas eləmir. Məsələn, mən Peyğəmbərin oğluyam.
Hə, çox gözəl. Peyğəmbərin oğlusan, sənin yükün 2 qat artıqdır. Niyə? Çünki sən Peyğəmbərin oğlusan. Aydın? Cəmaat sizin evə baxır, deyir bizim örnəyimiz budur. Əgər sən atovun dediyinə əməl eləmirsənsə, onda sənin atovun abır həyası gedir. Atovun cəmiyyətdə olan vəzni, ağırlığı nə olur? Yüngülləşir. Məsələn, bir ailədir. Məsələn, psixoloqdur. Mütəxəssisdir, gözəl, elmə malikdir, savadlıdır, biliklidir, oranı qutarıb, buranı qutarıb, öz ailəsində, məsələn, oğlu qızı ipə ilğıma sığmır, insana, belə deyə də, ədəbli əxlaqlı insana yaraşmayan işlər görürlər. Əsas psixoloji müalicəyə bunun oğlunun, qızının ehtiyacı var. Amma özü isə psixoloq işləyir, cəmaata kömək eləyir və onun o nəsihətlərindən, göstərişlərindən insanlar faydalanır. Məsələn, bu psixoloji bir qayda deyim. Əgər bir nəfərə təsir eləmək istəyirsənsə, üzünə gülmə. Gülmək istəsin də qoy gözün gülsün. Yəni, bunu təcrübədən çıxardın. Bir nəfər səni ciddiyə almağını istəyirsənsə, onun üzünə gülmə heç vaxt. Yəni, ağzın aralandısa, dişlərin göründüsə, o səni heç vaxt ciddiyə almayacaq. Sənin gülmək hissiyatın varsa, o gözündə görünməlidir. Gözün gülməlidir. Sənin gözünün gülüşü onun səni ciddiyə almasına səbəb olacaq. Bu psixoloji bir qaydadır. İndi bunu psixoloq mənə öyrədir, sənə öyrədir. Məsələn, biz bir nəfərlə ciddi işimiz var. İndi bir belə deyək də, mənim ona qarşı münasibətim yaxşı olmasını izhar eləmək üçün mən bir təbəssüm istəyirəm paylaşım. O təbəssümü mən gözümlə, o mən gözümdə göstərirəm ki, yəni ağzımı aralamıram. O, bunun təcrübədən çıxıb, dəfələrlə çıxıb bu şey. İndi tətbiqin kim eləyə bilərsə, o da bunun xeyrini görəcək ki, tərəf səni ciddiyə alacaq. Amma ağzın aralandısa, bilginən ki, sən arxa planda olan bir şəxssən. İndi bu savada, biliyə malik olan insan görürsən ki, nə uşağı, nə oğlu, nə qızı, nə qardaşı, nə atası bütün o psixoloji çərçivədən çıxıblar kənara. İndi bu adam psixologiyanı atmalıdır, psixologiyanla məşğul olmamalıdır. Bir həkim kimi fəaliyyətini göstərməməlidir ki, mənim oğlum, qızım, atam, anam, hamısı psixoloji çərçivədən çıxıblar kənara. Nuh Peyğəmbər kimi nə oğlu, nə də qızı Peyğəmbərin bir kəlməsinə belə qulaq asmadı. Nə oğlu, nə də həyat yoldaşı. İndi Peyğəmbər Peyğəmbərliyin dayandırsın ki, mənə bağışlayın, mənim arvadımla oğlum mənə sıfır belə əhəmiyyət vermir. Mən evdə sözüm keçmirsə, küçədə sözüm nə olacaq? Heç keçməyəcək. Bəzilərinin zəlalətə uğramasına səbəbi hələ oğlu ilə arvadı oldu. Ki, əgər belə düz danışırsansa, əgər belə Allahın höccətisənsə, Allah tərəfindən gəlmisənsə, arvadının öhdəsindən gəldi. Oğlunun öhdəsindən gəl. Onlar sən deyəni deyirmi? Yox. Ha ha ha, hi ha ha, güldülər, Peyğəmbəri də saldılar yola, getdi. Deməli, Peyğəmbər arvadı olmaq, Peyğəmbər qaynatası olmaq, Peyğəmbər qardaşı olmaq, Peyğəmbər oğlu olmaq, Peyğəmbər qızı olmaq səni cəhənnəm odundan nədir? Xilas eləmir. Səni əməlin xilas eləyir. Səni nə xilas eləyir? Əməlin xilas eləyir. Misal, Nuh və Lut əleyhissalamın ailəsi, hamısı cəhənnəmlidir. Amma tanımadığı küçədən gedən kəndçi Lut Peyğəmbərə, Nuh Peyğəmbərə iman gətirir, bu Peyğəmbərlərlə daxil olur cənnətə. Amma arvadları bu iki Peyğəmbərin. Allah Quranda deyir ki, cəhənnəm odunda yanacaqlar. Niyə? Çünki iman gətirməyiblər Peyğəmbərə. Bəs Peyğəmbərin arvadı, qışqır, Qurandır da Qurandan oyanası yoxdur ki,
Peyğəmbər arvadı olmaq, Peyğəmbər oğlu olmaq, Peyğəmbər qaynatası olmaq insanı nədir? Cənnətə salmır. Bunun dinə dəxli yoxdur. Bu məsələnin heç dinə nədir? Adiyyəti yoxdur. Peyğəmbərin sən bütün tərəfdən bağlılığın ola bilər. Əgər əməlin yoxdursa sənin, o iş əksinə sənin vəziyyəti daha da ağırlaşdıracaq ki, sən Peyğəmbər oğluydun, niyə belə işlər gördün? Axı sən atığın vəzifəsinə xələl gətirirsən və s. ilə axır. Deməli, Nuh əleyhissalamın gəmisi xilas rəmzidir, xilas olmaq rəmzidir. Allahın əzabından qurtulub, Allahın mərhəmətinə qovuşmaq istəyən o gəmidən istifadə elədi, nəcat tapacaq. Əgər istifadə eləmədisə, batıb, məhv olub gedəcək. Peyğəmbərimiz Əhl-i Beytin bənzədir Nuh əleyhissalamın gəmisinə. Yenə təkrar eləyirəm. Bu hədis Əhl-i Şiyyənin də hədis kitablarında etibarlıdır və Əhl-i Sünnənin də kitablarında nədir? Etibarlıdır. Və bəziləri çalışır bunu zəiflətməyə, amma alınmır. Yəni, alınası işdir. Çünki hədisin sənədləri var. Bir yerə yığanda bir qisim üləmanın nəzərində səhih sənəddir, bir qisim üləmanın nəzərində isə həsən hədislərdəndir. Hər ikisi etibarlıdır. Amma uydurma, yalancı, Peyğəmbərin adından qondarılıb filan, bu şey burada nədir? Keçmir. Kim bunu desə, deməli adamın hədis və hədis elmindən qanacağı yoxdur. Deməli, Peyğəmbərimiz buyurur ki, mənim Əhl-i Beytim sizin aranızda Nuhun gəmisi kimidir? Ona bənzəyir. Kim o gəmiyə minsə, necat tapacaq, xilas olacaq. Və mən təxəlləfə anha. Kim o gəmidən geridə qala minməyə, qəriqə və hava, deməli, batacaq və məhv olub Allahın əzabı silsiləsində aradan gedəcək. Deməli, İmam Cəfər Sadiq əleyhissalam bu gəmilərdən biridir. Hətta imamdan soruşurlar ki, deməli, Peyğəmbərin hədisi imamlarımızın kəlməsində də gəlib. İmamdan soruşurlar ki, İmam Hüseynin haqqında belə bir söz var. İnnəl Hüseynə misbahil huda və səfinətun nəcat. Hüseyn hidayət çırağıdır, çırağa bənzəyir və nəcat gəmisidir, gəmidir. Yəni, xilas olmaq üçün gəmidir. Yəni, imamı bənzədir çırağa və gəmiyə. Ravi sual verir ki, bəs İmam Hüseynin haqqında belə bir şey var və sizlər, İmam Cəfər Sadiq əleyhissalama və ya İmam Baqir əleyhissalama. İmam buyurur ki, kulluna sufunun nəcat. Biz hamımız Əhl-i Beyt, Fatimə-i Zəhra nəcat gəmisidir. İmam Həsən nəcat gəmisidir. İmam Hüseyin nəcat gəmisidir. Hamısı nəcat gəmisidir. İmam Rıza nəcat gəmisidir. Lakin Hüseynin, belə hədisdə belə gedir, lakinnə səfinətül Hüseynə əsra. Hüseynin gəmisi daha sürətlidir. Yəni, hamımız xilas gəmisi, amma Hüseynlə xilas nədir? İndi biri deyə bilər ki, Həzrət Əli əfzəldir, onun atasıdır, ələmdir, İmam Hüseyndən qat-qat yuxarıdadır, filandadır. Bəs niyə onun gəmisi ilə, sürətlə, məsələn, şəxs necat tapmır? Bəzi məsələlər var ki, hədislərdə onların illətini biz bilmirik. Məsələn, təvaf 7 dəfədir. Olarmı ki, 6 dəfə eləyim? Olarmı ki, 8 dəfə eləyim? Sübh namazı 2 rükətdir. Nə olar? Bir rəkətdə əlavə eləyim onu, 3 rəkət daha da Allaha xoş getsin. Orucluq Ramazan ayındadır. Mən başlayıram onu orucluq niyyəti ilə Rəcəbdən. Rəcəb Ramazan, Şəban Ramazan və Ramazan. 3 ayı Ramazan qəsdi ilə tutum, biraz da Allaha xoş getsin. Olar, olmaz. Niyə olmur? Mən Allaha
Allaha xatir eləyirəm də, heç kimdən istəmirəm məni tərifləsin, kiminsə xoşuna gəlim. Mən istəyirəm 30 gün yox, 40 gün Ramazan saxlayım. O olmaz qardaş. Siz nətər adamsınız? Mən Allaha xatir 40 gün Ramazan ayı tutmaq istəyirəm. Siz yapışmışsınız yaxamdan ki, yox, o 30 gün yaxud 29 gün. Və yaxud mən qurbanı kəsmək istəyirəm Ərafatda, Minada yox. Qəbuldur. Niyə? Çünki onun yeri Minadır. Niyə orada axı? Allahın yeridir də, o da Ərafat da həccin bir hissəsidir. Mən orada qurbanı Mədinədə kəsmək istəyirəm. Məkkədə kəsmək istəyirəm. Minada kəsmək fikrim yoxdur. İmtina eləyirəm qardaş. Və yaxud qurbanı heç orada kəsmək fikrim yoxdur. Azərbaycanda kəsmək istəyirəm. Həcdiyəm, həcc ziyarətlərini elədim. Zəng vururam Əhmədə ki, ay Əhməd, mən əvəzimdən Azərbaycanda heyvanı kəs və payla fəqir füqaraya. Daha yaxşıdır ya yox? Daha yaxşıdır, daha gözəl. Çünki orada bəllidir, hara gedir, nə olur və 6 milyon, 7 milyon qurban kəsilir orada. Qoy 100 dənə də qurban Azərbaycanda kəsilsin. O qəbuldur? Xeyr, qəbuldur. Az bəs kasıb, fəqir, müskin filan. Niyə ərəbin qarnına tökürsünüz bu əti? Yeri oradır. Yeri nədir? Oradır. Dəyişə bilməzsən. Allah məni hər yanda görür, görür. Hər yanda eşidir, eşidir. Allahın xüsusi məkanı var, oturduğu istiqamət. Yox. Çünki Quran ayəsi deyir ki, hara üzüyü tutsun nədir? Allahın özüdür, zatıdır. Yəni, Allahdan xali məkan nədir? Yoxdur. İndi mən üzü qibləyə qılmıram namazı. O tərəfə, o sütunlar tərəfə namaz qılıram Allaha xatir. Siz hamınız dayanın bu tərəfə, mən o tərəfə. Allah hər yanda məni görmür. Mən də özümü tuturam o tərəfə Allaha xatir. Namazım nədir? Batildir. Niyə qardaş? Çünki sən üzü qibləyə dayanmamısan. Axı, Quran ayəsi var da, hara üzü döndərirsən Allahdır. Mən Kəbəyə eləmirəm, Allaha eləyirəm, daha yaxşı. Olmaz, batildir. Niyə olmaz da? Niyələr yoxdur. Ümumən dinimizin niyəsi demək olar ki, 3-4 şeyin niyəsi var. 95% dinimizin niyəsi nədir? Yoxdur. Məsələn, qusul. Niyə görə məsələn, filan rütubət insandan çıxanda boynuna cənabət qusulu gəlir, amma sidik çıxanda boynuna cənabət qusulu gəlmir. Əgər belə deyək də, ifunət, belə deyək, nəsə bir bəhanə tapıb şey eləmək istəsək, o sidik, o birisi maddədən nədir? Daha ifunətdir, daha, yəni qusul sidiyə düşməlidir. O birisi mayeyə düşməməlidir, belə tərkibini axtarsaq. Bunun tərkibi ondan daha zərərlidir. Sidik o birisinə baxanda, o birisindən uşaq dünyaya gəlir, faydalı maddələr var tərkibində və s. Ona qusul düşür, buna qusul düşmür. Niyə düşmür? Nə bilim. Mən hardan gətirim? Peyğəmbərin vaxtında soruşmayıblar və bizə də gəlib çatmıyor. Əlif, lam, mim, Yasin, Nun, Taha. Bunların mənası nədir? Ayədir ya ayədir? Ayədə mənası nədir bilmirik. Bəs Allah Quranı insanları hidayət eləmək üçün göndərmir? Bəli. Və Allah Quranda buyurmur ki, hər şeyə mubin, aşkar, aydın. Və bunlar neyniyək? Bilmirik. Heç kim bilmir. Taha nə deməkdir? Bugünkü günə qədər bəllidir. Hədislər var. Taha Peyğəmbərin adıdır. Olsun Peyğəmbərin adı. Nə deməkdir? Yasin Peyğəmbərin adıdır. Olsun. Nə deməkdir? Y və S hərfi. İkisi birləşir. Bir ayə təşkil edir. Ayənin bir hissəsini təşkil edir. Əlif, lam, mim və yaxud kaf, ha, ayn, sad. Nədir mənası? Hədislərdə gəlib, zəif hədis var, filan var. Amma mənası nədir? Mənaları nədir? Yoxdur. Dinimizin müəyyən hissələri var ki, onların
nə mənasını bilirik, nə də səbəbini, illətini. Deməli, kişi ölür, ər ölür, qadın 4 ay 10 gün gözləyir Quran ayəsi ilə, əri sağdır, qadın 3 dəfə xəstəlik dönəmi, heyz müddəti gözləyir. 3 paçlıq dönəmi gözləyir. Bu da təqribən eləyir 3 ay 10 gün. Yəni, ən çoxu belə ədəd günləri götürsək. Deməli, ər öldü 4 ay 10 gün, Quran ayəsi ilə qadın iddə saxlamalıdır, gözləməlidir. Amma əri sağdırsa, şəriət yolu ilə ayrılıblarsa, təlaq verilən gündən qadın sonra 3 dəfə heyz müddətini gözləyir. Nədir? Onun iddə müddəti birləşir. İndi sən məndən din xadimi olaraq soruşursan ki, qardaş, niyə ölüdə 4 ay 10 gün, amma diridə isə 3 ay 10 gün deyək. 3 dəfə paçlıq. Niyə? Deyirəm, valla bilmirəm, Quranda nədir, belə gəlib və Qurana iman gətirmişik ki, bu düzdür, düzdüyündə şəkkimiz yoxdur, amma niyəsin nədir, bilmirik. Və buna bənzər məsələlər və buna bənzər Quranda o qədər məsələlər var ki, onun nə niyəsi var, nə də illəti. Yəni, niyə və illətin dalıcan gəzsə, gərək dindən nədir, çıxaq. Məsələn, Quranda ayə var ki, Zariyat surəsində biz səmanı qüdrətimizlə yaratdıq və biz də onu genişləndiririk. Musi'un. Musi'un kəlməsi genişləndirmək deməkdir. Mən dəfələrlə demişəm ki, Quranı elmi yolla yozmağın dalıcan qaçmayın. Quranda bu ayə görürsünüz, 1400 il bundan əvvəl filan nəzəriyyəyə işarə elədi. Bunların dalıcan qaçmayın. Niyə? Çünki elmi nəzəriyyələr sabit deyil. Bu alim belə tapıb, bir 50 ildən sonra başqa alim onu başqa cür tapacaq, bir 150 il sonra başqası bir cür tapacaq, sonra başlayacaqsınız nala muxa vurmağa ki, bu nətər oldu, bəs filan kəs belə deyirdi, filan kəs belə deyirdi. Bunu elə şəriət yolu ilə hədislərdən necə gəlibsə, elə də üstündə dayanın, həddi aşmayaq. Düzdür, indi xeyrimizədir ki, səma genişlənir. Səma nədir? Genişlənir. Amma düz bu Quranın vəznini qaldırır ki, 1400 il bundan əvvəl Peyğəmbərin nə teleskopu var, nə filanı var, gör nəyə işarə edib. Deməli, Quran da haqdır, Peyğəmbər də haqdır, İslam dini haqdır. İndi bu nəzəriyyədə hər hansı bir boşluq tapılsa, hər hansı bir alim çıxıb desə ki, yox, filan kəs nəzəriyyəni səhv təhlil eləyib, səma genişlənib eləmir. Çünki sən səmaya çıxa bilmirsən, yoxlaya bilmirsən, səma müəyyən dövlətlərin əlindədir. İcazə verdi, qalxırsan, icazə vermədi, qalxmırsan, o nə deyir, sən də deyirsən ki, başçısı. Aydın ləbbeyk. Bunu ruzi mənasında götürmək lazımdır ki, məxluqatın ruzisinin mənbəyi hardadır? Səmadadır. Bu, nə qədər nəzəriyyə dəyişsin, bu dəyişəsi deyil ki, Allah Teala ruzinin məkanını səmada qərar verib. Niyə orada qərar verib? Allah bilər, bizim o işə qarışacağımız ola bilməz, əgər Allaha iman gətiribsə şəxs. Deməli, xülasətül kəlam fil məqam müəyyən məsələlər var ki, onların illətini nədir? Biz bilə bilmərik. Deməli, Peyğəmbərimiz deyəndə ki, mənim əhl-i beytim Nuh əleyhissalamın gəmisinə bənzəyir və bu hədis də bütün İslam mənbələrində etibarlı bir hədisdir, Peyğəmbərin dilindən həqiqətən çıxan bir hədisdir. Bu hədisin bu özü. İndi gəlirik hədisin içinə. İçinə əməl olunurmu, ya olunmurmu? Bizim öz əqidəmizlə, deməli, bu hədis təvəssülün dəlillərindən biridir. Təvəssül nədir? Quranda ayə var. Allah Teala buyurur, onlar özlərinə zülm etdikdə, biz müsəlmanlar özümüzə zülm etdikdə, biz özümüzə necə zülm eləyə bilərik?
əməllərimizlə də, günah eləməklə. Məsələn, Allah deyir, eləmə, eləyirəm. Peyğəmbər deyir, eləmə, eləyirəm. Allah deyir, elə, eləmirəm. Peyğəmbər deyir, elə, eləmirəm. Bu mənim rəftarım Allah və Rəsulü ilə onlara mən əziyyət eləyirəm, zülm eləyirəm ya özümə? Mən özümə eləyirəm. Mən Allaha, Peyğəmbərə nə əziyyət eləyə bilərəm ki, nə narahatçılıq yarada bilərəm ki, yəni insan kimdir ki, Allahın müqabilində nəsə bir özünə rəqəm də götürə ki, mən filan kəsəm. Xülasə, deməli, hər bir şeyin, belə deyək də, bir üstü var, bir də onun içi var. Üstü də əhəmiyyət kəsb eləyir, içi də əhəmiyyət kəsb eləyir. Yəni, bir şeyin üstü olmasa, onun içi qalacaq ya qalmayacaq? Qalmayacaq. O içi nə qoruyur? Üst. Və üstün də dəyəri hardadır? İçində. Misal gətirək. Niyə məsələn, belə deyək də, fıstıq, götür fıstıq. Onu neçəyə alırsan? Götür, məsələn, 10 manata. Ucuz şey deyir də, fıstıq, qoz, fındıq. Neçəyə alırsan? Baha alırsan da, normal qoz, fındıq, fıstıq, bu çərəzlər nədir? Bahadır. Amma sən gedib bazardan kərtofu, soğanı neçəyə alırsan? Ucuz. Hamısının bunların bir üstü var və içi var. Kərtofun da üstü var, soğanın da üstü var, qoz fındığın da üstü var və içi var. Bunun içindəkinə çox pul verirsən, amma onun içindəkinə nədir? Az pul verirsən. Deməli, həmən bu üstə qiyməti verir nə? Onun içi. Deməli, bu müqəddiməni unutmayaq, qaydaq Quran ayəsinə. Müsəlmanlar özlərinə zülm eləyəndə Allah buyurur, caukə. Demir, cauni. Sənin yanına Peyğəmbər gələrlər. Demir, mən Allahın yanına gələrlər. Və yaxud mənə üst tutarlar. Yox. Allah əmr verir. Mömin özünə zülm elədi, gedəcək hara? Peyğəmbərin yanına. Quran ayəsidir. Deməli, burada iki vəzifə var. Bir, gedənin, bir də yanına gedilənin. Gedənin vəzifəsi, mənim vəzifəm nədir? Orada Allahdan bağışlanmaq istəyəcəm. Ya Allah, sən demişdin bu halaldır, bunu elə, mən eləmədim. Bu şey haramdır, eləmə, mən elədim. Mənim günahımı bağışla, ya Rəbbəl aləmin. Mən tövbə eləyirəm. Bu mənim vəzifəm. Və Peyğəmbərin də vəzifəsi odur ki, gələn üçün Allahdan bağışlanmaq diləsin. Özü üçün yox, mənim üçün. Deməli, Peyğəmbəri mən Allahla öz aramda nədir? Quran ayəsi ilə vasitə qərar verirəm. Bura qədər heç bir İslama mənsub olan şəxsin ixtilafı yoxdur. Vəhabi də deyir ki, dirini özü ilə Allahın arasında vasitə qərar verə bilərsən. Məsələn, indi bu işdə vəhabilər əks gedir də, təvəssül haramdır, şirkdir filandır. Amma götür bir 30 dənə vəhabi oturub, aralarında öz məzhəblərinə uyğun mömin bir vəhabi var. O 29 vəhabi, o məsələn Əhməd adında vəhabini Allahla öz aralarında Quran tövsiyəsi ilə vasitə qərar verməlidirlər. Ki, bu 29 vəhabi deyəcək ki, ya Allah, aramızda olan sələf yolu gedən bu Əhmədə xatir bizim günahlarımızı bağışla. Biri deyəcək, ya Allah, mənim evladım olmur, bu sələfi Əhmədə xatir mənə evlad ver. Birinin borcu var, ödəyə bilmir. Deyəcək, ya Allah, bu sələfi Əhmədə xatir mənim borcumu ödənməsində mənə yardımcı ol. Burada bir günah varmı? Xeyr, əksinə savabdır. Quran tövsiyəsidir. Çünki Əhməd diridir. Dirini özü ilə Allah arasında nədir? Vasitə qərar verə bilərsən. Bura qədər ixtilaf yoxdur.
İndi onlar əməl eləmir Qurana, o başqa şey. Vəhabilər bu ayəyə əməl eləmirlər. Heç dirini öz aralarında vasitə qərar vermirlər ki, dirini vasitə, dildə deyirlər, amma əməldə bir vəhabi yoxdur ki, desin, qonşum Məmməd ağa mömindir, ya Allah, o Məmməd ağaya xatir mənə uşaq ver. Bunu demir. Amma Quran buna icazə verir və tövsiyə eləyir. Bunlar bu ayəyə Quranda əməl eləmirlər və qiyamət günü cavab verəcəklər. İndi həmən bu mömin Əhməd ağa dünyasını dəyişdi. Öləndən sonra yenə də mi bu ayə qüvvəsində qalır? Məsələn, Peyğəmbərimiz dünyasını dəyişib. Yenə də mi mən Mədiniyə gedib bu ayəni Peyğəmbərin yanında oxuya bilərəm ki, möminlər özlərinə zülm eləyəndə Allah mənə əmr eləyir, gəlim sənin yanına, sənin yanında Allaha üz tutum, bağışlanmaq diləyim. Sən də mənim üçün Allahdan bağışlanmaq dilə. Bu ayə Peyğəmbər öləndən sonra ləğv olub, ya hələ də qüvvədə qalır. Sünni və şiyə, əhli sünnə və əhli şiyə deyir, qüvvədə qalır. Bir dənə vəhabilərdir ki, deyir ki, yox, ölü eşitmir, ölünün heç bir xeyri yoxdur, ölü öz hayındadır. Amma əhli sünnənin vəhabilər peyda olana qədər alimləri, fəqihləri, şafisi, həmbəlisi, malikisi və digər məzhəbləri fiqh kitabları var, şəriət hökmləri. Yerin deyirəm, bütün əhli sünnənin şəriət kitablarında, fiqhi kitablarında həc bölməsi, Kitab-ül Həc deyilir. Həc bölməsində Peyğəmbər Mədinəsinin ziyarəti, üçün Məkkə Mədinə ziyarəti olunur da, Mədinə ziyarəti bölməsində sünnünün tanınmış bütün fəqihləri nə deyir? Peyğəmbərə təvəssülü orada açıq-aşkar qeyd edirlər. Onlardan biri Səhih Müslümə şərh yazan İmam Ən-Nəvavi kitabları var, şəriət kitabları, fətva kitabları, orada açıq-aşkar bunları nədir? Vurğulayır. Deməli, əhli sünnə, əhli şiyyə ayənin Peyğəmbər dünyasını dəyişəndən sonra ləğv olmadığına iman gətirib, amma Sələfi, Vəhabi deyir, yox, ayə donub. Peyğəmbər sağ olanda işləyirdi, Peyğəmbər dünyasını dəyişən kimi bu ayə nə oldu? Ləğv oldu, getdi. Sən Peyğəmbərin yanına getsin, şirk eləyirsən. Diri olanda gedirsən, şirk olmur. Ölü olanda gedirsən, şirk olur. Yəni, həmən Peyğəmbərdir, həmən adamdır. Gedəndə diri vaxtı olur tövhid, ölü vaxtı gedəndə həmən sözü deyirsən, ha, diri olanda da. Və öləndə də eyni sözü deyirsən. Ölən kimi bu niyə şirk olsun? Soruşursan, deyir, çünki ölü eşitmir. Deyirsən, bəs Səhih Buxarıda hədis var axı, ölünü bastıranda, ölünü, dirini yox, ölünü bastıranda ölü müşayət eləyənlərin ayaqqabısının tıppıltısını, şıppıltısını eşidir. Nətər olur? Ayaqqabımın səsini ölü eşidir, amma mən deyəndə ki, ata, Allah səni rəhmət eləsin, atam mənə eşitmir. Amma ayaqqabımı eşidir. Yəni, mənim başqa bir təklifim var. O belə, o nöqtə kimi o xəbər ötürmə var. Aydın. Onu ayaqqabı ilə bir təhər, bir nəfər oturub bu şeyin üstündə işləsin, ayaqqabı ilə ölüyə nəsə ötürmək. Çünki hədis gəlir ki, səhih hədis, Buxaridə və qeyrisində ki, ölü ayaqqabının səsini eşidir. İndi mən ayaqqabı ilə, o necə indi şeylər var, müharibə dönəmində, indi adım bilmirəm də nədir. Onu ilə xəbər ötürürdülər, telegram kimi belə. İndi ayaqqabı ilə bunu o aləmə indi bir nəfər oturub fikirləşməlidir də, neçə zərbə nə deməkdir? Kəlmələri nədir? İxtira eləsin. Xülasətil kəlam fil məqam, deməli, hər bir şeyin qiyməti həm onun üstündədir, həm də onun içindədir. Və üstə qiyməti əsas nə verir? Onun içi verir. Məsələn, sədəf üstü, içi götürüləndən sonra üstü nə olur? O atılır belə. Atıldı, getdi.
qozun, fındığın, çərəzlərin içi götürüləndən sonra üstün satsın, kimsə səndən alacaqmı? Heç kim almayacaq. Deməli, dəyəri onun içi imiş. Amma bəzi şeylər var, həm üstü, həm də içi öz dəyərini qoruyub saxlaya bilir. Əhl-i Beyt bu qəbildəndir. Deməli, hədis gəlir, bu bunun üstüdür, amma içisə ona əməldədir. Sən Əhl-i Beyti Peyğəmbər deyən kimi nəcat gəmisi, xilas gəmisi hesab edirsən ya yox? Yezid də xilas gəmisidir, Hüseyn də xilas gəmisidir. Belə olmur. Belə nədir? Olmur. Deməli, sən Peyğəmbər hədisini düzgün anlamamısan. Allah and verir İzzət Cəlalına xatir, vətənimizi əmnaman qərar versin, Allah Teala şəhidlərimizi qəriq rəhmət eləsin, Allah Teala ordumuzu hər zaman müzəffər qərar versin, Allah Teala vətən düşmənlərini məhv nabud eləsin, Allah Teala xəstələrə, qazilərə şifa versin, Allah Teala gələn günləri xeyrə calasın, Allah Teala məscid əhlinin duaları var, çətinlikləri var, hövlü qüvvəsi ilə onlara yardımcı olsun. Allah Teala zamanə imamının zuhurunu təcil eləsin. Ölənlərimizə Allah Teala qəriq rəhmət eləsin. Duaların qəbul müstəcab olması üçün əziz Peyğəmbərimizə salavat göndərir.